Türkün yaddaşı olan Topkapı. Topkapı Sarayının tarixi 15-ci əsrdə Bizans imperiyasının süqutundan sonra Konstantinopolun Osmanlı türklərinə keçməsi ilə başlayır. İstanbulun fəthindən sonra Fatih Sultan Mehmet imarət ucaltmağa göstəriş verib. Saray 1460-1478-ci illər arasında inşa olunub və sonrakı sultanlar tərəfindən edilən əlavələr sayəsində indiki şəklini alıb. İstanbulun ən görkəmli yerlərindən biri olan Saray burnunda yerləşən Topkapı Sarayı 700 min kvadrat metrlik ərazini əhatə edir. Onun tikintisində Avropa mədəniyyətini özündə əks etdirən barokko və Osmanlı memarlıq nümunələrindən istifadə olunub. Bu möhtəşəm saray Fatih Sultan Mehmedin hakimiyyəti illərindən başlayaraq Sultan Əbdülməcidə qədər 400 il Osmanlı imperiyasının idarə, tədris və sənət mərkəzi olub. Türkiyə Cümhuriyyətinin qurulmasından sonra 1924-cü il aprelin 3-dən etibarən muzey kimi fəaliyyətə başlayan bu tarixi məkan Cümhuriyyətin ilk muzeyi adını qazanıb. Topkapı eyni zamanda dünyanın ən böyük saray muzey komplekslərindən biridir. Muzeydə Osmanlı İmperatorluğuna aid memarlıq abidələri, müxtəlif əşyalar və təxminən 300 min arxiv sənədi saxlanılır. Nadir memarlıq üslubu və gözəlliyi ilə istər yerli, istərsə də xarici turistləri özünə cəlb edən saray 1985-ci ildə UNESCO-nun Dünya İrsi siyahısına daxil edilib. Topkapı Türkün tarix yazdığı məkandır. Türk dünyası. Kökdən gələcəyə. Ayşən Aslan Məmmədlinin təqdimatında.